Salam uşaqlar, necəsiniz? Deməli, 19-cu əsrin Azərbaycan xəritəsidir. Bizə 4-5-i boş verin, Tiflis tərəfdir. Bura Borçalı, Sığnaq, Tiflis tərəfdir. Bizə lazımdır 2, mən bunu bir dənə sizə yolunu öyrədəcəm. 2, 8, 6 və 9. Z hərfi. Xanlıqların ləğv olunma idi. Neçənci illər idi? 1819, 1820, 1822 və 1826 sırayla. 19-da, 20-də, 22-də, 26-da. Belə Z hərfindən yadda saxlayın. Deməli, haradır? Şəki, Şamaxı, Qarabağ, Lənkəran. Ötən də bir izah eləmişəm deyə çox demirəm. Yuxarı tərəf Dərbənd və Qubadır. Burada Dərbənd quberniyası var idi. Bakını tanıyırsınız çoxunuz. Bizi çaşdıran yenə 3-dür. Qarabağın üst tərəfi. Dünən məsələn sınaq işlətdim. Uşaqlar Yezovetpolu çaşdılar. Gəncəni bilirlər. Yezovetpol sözü çaşdırır. Yezovetpol quberniyasını istəyirlər. Baxın, 3 Yezovetpol. Gördüyünüz 3 Yezovetpoldur. Yenə də xanlıqlar xəritəsindən yadda saxlayın. Göyçənin yanı İrəvan xanlığıdır. İrəvanın yanında həmişə adı çəkilən Naxçıvandır. Deməli, İrəvan, Naxçıvan, bunlar əyalətlərdir. Sonra Naxçıvanın yanında olan 6 isə Qarabağdır. Vəssalam. İndi bir dənə silirəm bu yazıları. Diqqətlə baxın uşaqlar. 2 Şəki, Şamaxı, Qarabağ, bir də Lənkəran. Dərbənd Quba tərəfdir. Bir də 3-ə Yelizavetpol yazacağam. Yelizavetpol. Neçənci il idi bilmirəm. Belə qəribə bir xəritə düşmüşdü. Buranı soruşurdu. Şəki əyaləti ilə bağlı bir sual var idi. Göyçə gölü ilə hər şeyi tapa bilərsiniz. Göyçənin yanı İrəvandır. Sonra Naxçıvan, Qarabağ, Qarabağın üstü Gəncə, Yelizavetpol. Hər yerə bu Göyçə ilə gedin. Cənubda isə hər yerə Urmiya xanlığı ilə gedin. Urmiya gölü ilə gedin. Tamam. Nəsə qaranlıq qalsa aşağıda yazarsınız. Sağ olun uşaqlar.